İstər işə qəbul edilərkən, istərsə də iş vaxtı müqavilə rejimində işləyərkən qadınlar üçün Əmək Məcəlləsində bir sıra hüquqlar nəzərdə tutulub. Bu hüquqlar həm hamilə qadınlar üçün, həm də 3 yaşınadək uşağını böyüdən qadınlar üçün nəzərdə tutulub. Bu hüquqlar elə başlayır ilk öncə əmək müqaviləsi bağlanarkən. Biz bildirik ki, əmək müqaviləsi bağlayarkən işə götürən hüququdur ki, müqaviləyə sınaq müddəti ilə bağlı müddəa əlavə eləsin və həmin sınaq müddəti ərzində işçini yoxlasın. Hamilə, habelə 3 yaşınadək uşağı olan qadınların belə bir hüququ var ki, işə götürülərkən əmək müqaviləsinə onların sınaq müddəti barədə müddəa əlavə edilsin. Yəni sınaq müddəti onlara tətbiq edilmir. Digər tərəfdən Əmək Məcəlləsində həm müəllimlərin, həm də ki tibb və əczaçılıq sahəsində çalışan işçilərin sertifikasiyası ilə bağlı qaydalar var və müddəalar var. Bu sertifikasiyaya dair qaydalar hamilə və 3 yaşınadək övladı olan qadınlara tətbiq edilmir, şamil olunmur. İşçilərin attestasiyası deyilən bir anlayış var Əmək Məcəlləsində ki, işə götürən işçilərin iş keyfiyyətini və biliklərini yoxlamaq üçün attestasiya komissiyası yaradıb, onları yoxlaya bilir və onun əsasında onların gələcək karyerası barədə həmin müəssisədə qərar verə bilir. Onu da qeyd edək ki, attestasiya hamilə və 3 yaşınadək uşağı olan qadınlara şamil olunmur. Bundan başqa Əmək Məcəlləsində həm hamiləlik dövrü üçün, həm yəni doğuşdan öncəki dövr üçün, həm də doğuşdan sonraki dövr üçün məzuniyyət hüququ tanınır. Bu hüquq hansı formada həyata keçirilir? İlk öncə qeyd edək ki, bu məzuniyyət dövrünün ilk 70 günü doğuşdan əvvəlki dövrə, sonraki 56 günü isə doğuşdan sonraki dövrə görə verilir. Yəni ümumilikdə qadın 126 gün müddətində həm dövlətdən, həm də işə götürəndən müvafiq müavinət alaraq ödənişli məzuniyyətə göndərilir. Bununla bağlı da bir sıra əlavələr var. Məsələn, doğuş çətin olduqda və yaxud da ki, 2 və ya daha çox uşaq doğulduqda doğuşdan sonraki məzuniyyət 70 gün müddətində verilir və ümumilikdə 140 gün müddətinə təkabül edir. Kənd təsərrüfatı sahəsində çalışan qadınlara ümumiyyətlə bir qayda olaraq 140 gün müddətində verilir, 70 gün doğuşdan əvvəl, 70 gün doğuşdan sonra. Əgər onlarda doğuş zamanı çətinlik olarsa, yəni doğuş çətin həyata keçirilərsə, 70 gün doğuşdan öncə və 86 gün doğuşdan sonra onlara məzuniyyət verilir. Kənd təsərrüfatı işçilərində çalışan işçilər üçün, xanımlar üçün, qadınlar üçün 2 və ya daha çox uşağın doğulması zamanı 180 gün müddətində məzuniyyət verilir. Bu məzuniyyətin 70 təqvim günü doğuşdan öncəyə, 110 təqvim günü isə doğuşdan sonrası üçün nəzərdə tutulur. Bundan başqa hamilə və doğuşdan sonraki dövrdə qadınlar üçün bir sıra hüquqlar var ki, onlar Əmək Məcəlləsində qeyd olunur. Birincisi, əmək müqaviləsini onlarla ləğv etmək işə götürənə qadağan olunur. Bir məsələ də var ki, qanunvericiliyimiz əmək müqaviləsi bağlanarkən bir qadının hamilə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasına imtina edə bilməz. Yəni o əsasla əmək müqaviləsinin bağlamasına imtina edə bilməz ki, bu qadın hamilədir. Onlara gecə vaxtı yerinə yetirilən işçilərə yalnız öz razılığı ilə cəlb olunmasına icazə verilir. Yəni işə götürən onlara gecə rejimində iş tətbiq edə bilər, yalnız həmin qadının razılığı ilə. Onlara həftə ərzində yalnız 36 saat işləməyə icazə verilir, onun artığına icazə verilmir. Bundan başqa tibbi rəy əsasında tibbi rəydə qeyd olunursa ki, hazırda işlədiyi iş yerində onların səhhəti üçün təhlükə yarana bilər. Onlar tibbi rəy əsasında daha yüngül, daha rahat uyğun iş yerinə keçirilə bilərlər. Hamiləlik və ya uşağın yedizdirilməsi səbəbilə qadınların əmək haqqısının azaldılmasına qanunvericiliyi ilə yol verilmir. Bundan başqa, onların müayinələri üçün işə götürənin belə bir öhdəliyi var ki, onlara mütləq şərait yaransın ki, onlar rahatlıqla hamilə qadınlardan söhbət gedir, müayinə oluna bilsinlər. Hamilə və doğuş izinə görə ümumiyyətlə
qadınlara, qadın olduqlarına görə Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən heç bir ayrı seçkilik tətbiq oluna bilməz iş yerlərində. Bundan başqa Əmək Məcəlləsinin 16-cı maddəsi də qadın istər işə qəbul zamanı, istər maaş irəliləyiş zamanı onların ayrı seçkiliyə məruz qoyulmasını istisna edir. Yəni heç kəs istər işə qəbul zamanı, istərsə də məsələn maaş məsələsində, vəzifədə irəli çəkilmə məsələsində qadınlar ayrı seçkiliyə məruz qala bilməzlər. Hamiləlik və doğuşa görə ödənilən məzuniyyət necə hesablanır? İşçinin məzuniyyətə çıxdığından öncəki 12 ayda aldığı əmək haqqı bölünür onun son 12 ayda işlədiyi iş günlərinə və bir iş gününə düşən qazanc hesablanır. Bundan sonra həmin iş gününə düşən qazanc vurulur həmin qadının məzuniyyətdə olan günlərinə və bu ödənilir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən. Əmək müqaviləsinin bağlanmaması qadağandır. Bir qadınla əmək müqaviləsi bağlanmayıbsa, əgər kifayət qədər güclü sübut etmə həyata keçirilsə, həmin qadının real hüquqları onunla əmək müqaviləsi bağlamayan işə götürəndən tutula bilər məhkəmə qaydasında. Bu hamısı nəzəri məsələdir, şübhəsiz ki, orada kifayət qədər vacib məqamlar ola bilər, məsələn, sübut etmə məsələsində, əsaslandırma məsələsində, amma bu nəzəri olaraq mümkündür. Faktiki işə götürənin öhdəliyi də ondan əmək müqaviləsi bağlasın və qadının əslinə qalsa hüququdur onun müavinətlərdən faydalanması. Bu hüququnun itirilməsinin səbəbi də əmək müqaviləsinin bağlanmaması olduğuna görə məhkəmə qaydasında əslində hipotetik olaraq mümkündür ona ödənilməli vəsaitləri məhkəmə qaydasında işə götürəndən tələb edilməsi. Bu bir məsələ. Digər qism sahibkar kimi qeydiyyatda olan və sosial sığorta haqlarını ödəyən qadınların da hamiləliyə və doğuşdan sonra ki dövrə görə müavinət almaq hüququ var. Bu ödənişin alınması üçün onlar da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.